Bugünkü mövzumuz funksiyadır. Funksiyada birinci başlayırıq xətti funksiyadan. Xətti funksiya y bərabərdir. Kx üstəgəlsin b funksiyasıdır. K burada adlanır bucaq əmsalı, b adlanır sərbəst ədəd. K bizdə bərabər olmalıdır tangens alfaya. Buradakı alfa funksiyanın qrafikinin x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır. Əgər sizdə alfa iti bucaq olarsa, tangens bilirik ki, birinci rübdə müsbətdir. Ona görə k-nın qiyməti müsbət olacaq. Əgər alfa kör bucaq olarsa, tangens bilirik ki, ikinci rübdə mənfidir. Ona görə də k-nın qiyməti mənfi olacaq. Bir də ki, x oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirirsə, bu müsbət istiqamət deyəndə bu istiqaməti nəzərdə tuturam. İti bucaq əmələ gətirirsə, onda funksiya sizdə artan olur. Yox, əgər kör bucaq əmələ gətirirsə, məsələn, bu formada. Baxın, kör bucaqdır. Onda deyirik ki, funksiya bizdə azalan olur. Deməli, alfa iti bucaq olanda k oldu müsbət, funksiya oldu artan. Alfa kör bucaq olanda k oldu mənfi, funksiya oldu azalan. İndi k-nın b-nin işarələrindən asılı olaraq funksiyanın qrafikinin qurulmasının 8 dənə halı var. Bir baxaq o hallara. Birinci hal. Y bərabərdir kx üstəgəlsin b-də. Deyirik ki, k da müsbətdir, b də müsbətdir. Deməli, b müsbətdirsə, b sizdə sərbəst ədəd olduğuna görə y oxunu yuxarıda kəsir. K müsbət olduğuna görə x oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Yəni, funksiyanın qrafiki olacaq bu formada. Baxın, iti bucaq əmələ gətirir, y oxunu da yuxarıda kəsir. Rüb olaraq birinci, ikinci, üçüncü rübdən keçir. Ümumiyyətlə, yadınızda saxlayın. Çaşırsınızsa, məsələn, ola bilər ki, uşaqlar əksinə istiqamətdə çəksin. Yəni, o müsbət istiqamət əmələ gətirməyini başa düşməsinlər. Yadınızda saxlayın ki, əgər k müsbətdirsə, mütləq funksiya birinci, üçüncü rübdən keçməlidir. K mənfidirsə, mütləq funksiya ikinci, dördüncü rübdən keçməlidir. B müsbət olanda əlavə olaraq 2-dən keçir. B mənfi olanda isə əlavə olaraq 4-dən keçir. Yəni, əzbərə formada desək, k da b də müsbətdirsə, k müsbət olduğuna görə 1 3-dür. B müsbət olduğuna görə əlavə olaraq 2-dən keçir. K müsbət, B mənfi deyirsinizsə, K müsbət olduğuna görə 1 3-dən keçir, B mənfi olduğuna görə əlavə olaraq 4-dən keçəcək. İndi baxın, ikincinin qrafikini quraq. Y bərabərdir kx üstəgəl b-də. Deyirik ki, K müsbətdir, B isə mənfidir. Deməli, B mənfidirsə bizdə Y oxunu aşağıda kəsəcək. X oxu, Y oxu və iti bucaq əmələ gətirəcək. İndi baxın, birinci, üçüncü, dördüncü rübdən keçir. Gördünüz ki, yenə k müsbət olduğuna görə 1 üstdən keçdi. B mənfidir deyə əlavə olaraq 4-dən keçdi. Baxırıq üçüncü hala. Üçüncü halda y bərabərdir kx üstəgəlsin b-də. Deyirik ki, k mənfidir, b müsbətdir. Deməli, b müsbət olduğuna görə y oxunu yuxarıda kəsəcək. K mənfi olduğuna görə deməli, x oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirəcək bu formada. Deməli, rüblərimiz olacaq ikinci, birinci, bir də dördüncü rüb. 1, 2, dördüncü rüb. İndi baxın, k mənfi olanda mütləq keçməlidir ikinci, dördüncü rübdən. B müsbətdirsə, əlavə olaraq 1-dən keçir. B mənfidirsə, əlavə olaraq 3-dən keçir. Yəni, k da mənfi, B də mənfi olarsa, onda qrafikimiz olacaq, deməli, k mənfidir, B də mənfidir. Qrafikimiz olacaq bu formada. Keçir bizdə ikinci, üçüncü, dördüncü rübdən. Bu da oldu dördüncü halımız. İndi 5-ci halda. 5-ci hal bizdə y bərabərdir kx funksiyasının hallarıdır. Bu sizdə düz mütənasiblik funksiyası adlanır. Sərbəst ədəd, yəni 5 sıfıra bərabər olduğuna görə sıfırdan, yəni koordinat başlanğıcından keçəcək. K müsbət olanda konkret deyirsiniz 1-dən 3-dən keçir. Birinci rüb, üçüncü rüb. K mənfi olanda isə konkret olaraq deyirik ki, 2-4-dən keçir. İkinci rüb, dördüncü rüb. Deməli, y bərabərdir kx funksiyasında k müsbət olanda dediyi 1 3-dən keçir, k mənfi olanda 2 4-dən. Bu sizdə adlanır düz mütənasiblik funksiyası. Daha sonra y bərabərdir b funksiyasından danışaq. Y bərabərdir b funksiyasında gördüyünüz kimi x yoxdur. X olmadığına görə x oxunu kəsməyəcək. X oxuna paralel düz xətt olacaq. Əgər b müsbətdirsə, onda qrafikimiz olacaq bu formada. Birinci, ikinci rübdən keçəcək. Yox, B mənfidirsə,
Onda qrafik olacaq bu formada. 3-cü, 4-cü rübdən keçəcək. Deməli, yalnız 1-ci, 2-ci rübdən keçən funksiyanın qrafikini istəyərsə, deyirsiniz y bərabərdir B funksiyasında B-nin müsbət halıdır. Yalnız 3-cü, 4-cü rübdən keçəni istəyərsə, onda deyirsiniz ki, y bərabərdir B funksiyasında B-nin mənfi halıdır. Bir də x bərabərdir A funksiyası var. X bərabərdir A funksiyasında y olmadığına görə y oxuna paralel düz xətt olur. Əgər sizdə A müsbətdirsə, keçəcək sizdə 1-ci, 4-cü rübdən, A mənfidirsə, keçəcək sizdə 2-ci, 3-cü rübdən. Bu da oldu sizdə x bərabərdir A funksiyasının qrafiki. Bunu necə də verə bilər? Məsələn, deyək ki, y bərabərdir 5 funksiyasının qrafiki koordinat sistemində harda yerləşir? Deyirsiniz ki, y oxunu 5 nöqtəsində kəsib, apsis oxuna paralel olan düz xətt olaraq yerləşir koordinat sistemində. Və yaxud da deyir, x bərabərdir mənfi 3 funksiyasının qrafiki harda yerləşir? Deyirsiniz ki, x oxunu mənfi 3 nöqtəsində kəsib, ordinat oxuna paralel düz xətt üzərində yerləşir. Deməli, xətti funksiyada daha sizdən nə istəyə bilər? Xətti funksiyada əgər deyərsə, x oxunu kəsdiyi nöqtəni tapın. X oxunu kəsdiyi nöqtəni tapanda y bərabərdir 0 götürülür. Y oxunu kəsdiyi nöqtəni tapanda x bərabərdir 0 götürülür. Bir də ki, əgər desək ki, funksiya x oxuna paralel düz xətt üzərindədir. X oxuna paraleldirsə, yəni x oxunu kəsmirsə, deməli elə x-in özü 0-dır. Y oxuna paraleldirsə, y-in özü 0-dır. Yəni kəsməkdə əksini götürürsünüz. Paraleldə elə özünü götürürsünüz. X oxuna paralel olanda x 0-dır. Amma x oxunu kəsir deyəndə əksinə götürürsünüz. Y-i 0 götürürsünüz. Xətti funksiya haqqında bu formada sual verə bilər sizə. Daha sonra xətti funksiyada qrafiklər verib müqayisə istəyə bilər sizdən. Bu formada qrafiklər verər. Buna deyər y bərabərdir k1x. Buna deyər y bərabərdir k2x. Y bərabərdir k3x. Deyər ki, k1, k2, k3-ü müqayisə edin. Onda nə edirsiniz? Bilirik ki, k bərabərdir tangens alfaya. Alfa da sizdə deməli, tangesin içində olduğu üçün tanges sizdə artan funksiyadır. Artan funksiya olduğuna görə alfanın qiyməti artdıqca tangesin qiyməti də artır. İndi burada bucaqlara baxsaq, k3-ün bucağı budur, k2-nin bucağı budur, k1-in bucağı da budur. Fikir verirsə, k1-in bucağı ən böyüdür. Ona görə deyirik ki, k1 böyüdür k2-dən, avtomatik o da böyüdür k3-dən. Bu formada müqayisə apara bilərsiniz. Bir də sizdə bucaqla qurmaq verə bilər. Məsələn, deyər ki, y bərabərdir kök altında 3x üstə gəlsin 5 funksiyasının qrafiki hansıdır? Onda nə edirsiniz? K tangens alfa idi. Yazırsınız tangens alfa bərabərdir kök altında 3. Onda alfanı tapacaqsınız 60 dərəcə. B-də sizdə 5-dir. Deməli, x oxu müsbət istiqaməti ilə 60 dərəcəli bucaqlamaya gətirir. X oxu, y oxu. 60 dərəcəli istəyirəm, B-si müsbətdir. Kök 3x üstə gəlsin 5. B-si 5-dir və 60 dərəcəli bucaqlamaya gətirir. Deməli, qrafikisi olacaq bu formada. Yəni, tangesin qiymətlərini əzbər bilməlisiniz ki, görən kimi yaza biləsiniz. Elə belə şifahi deyirəm, tanges 30-da alır 1 bölü kök 3 və ya kök 3 bölünsün 3, tanges 45-də alır 1, tanges 60-da alır kök 3, tanges qonşu bucaqlarında dediyim qiymətlərin əkisini alır. Məsələn, tanges 120-də mənfi kök 3 alır, tanges 135-də mənfi 1 alır, tanges 150-də mənfi kök 3 bölünsün 3 alır. İndi alacaq tərs mütənasiblik funksiyasından. Y bərabərdir k bölünsün x funksiyası. Burada y ilə x bir-biri ilə tərs asılıdır. Ona görə də buna deyirlər tərs mütənasiblik funksiyası. Tərs mütənasiblik funksiyasının qrafiki bizdə olur hiperbola. Hiperbola sizdə əgər k müsbət ədəddirsə, keçir 1-ci, 3-cü rübdən. Yəni, qrafik bizdə olur bu formada. Əgər k mənfi ədəddirsə, onda keçir 2-ci, 4-cü rübdən. Onda qrafik bizdə olur bu formada. Bu misallar çox asan düşür. Məsələn, ola bilər ki, x-in, y-in qiymətini verib k-nı istəyər və ya konkret olaraq qrafik verir. Məsələn, bu formada verir. Deyir ki, burada k yox, b hərfi də yaza bilər. Onun heç bir fərqi yoxdur. K-nın işarətini təyin edin, rübünə baxarsınız. 2-4-dən keçirsə, deyirsiniz mənfidir. 1-3-dən keçirsə, deyirsiniz müsbətdir.
Bir də bunun istisna halları var. İstisna halları necədir? Məsələn, belə verə bilər. K bölünsün x kvadratı, k bölünsün modul x, k bölünsün x üstü 4. Bunlar necədir? Məxrəc sizdə həmişə müsbət funksiyalardır. Məxrəc sizdə həmişə müsbət funksiya olanda, onda deyirsiniz ki, k müsbət olanda funksiyanın qrafiki 1-2-dən keçir. K mənfi olanda funksiyanın qrafiki 3-cü, 4-cü rübdən keçir. Deməli, qrafikimiz olacaq müsbət halda bu, mənfi halda da qrafikimiz olacaq bu formada. Bu da oldu tərs mütənasiblik funksiyası. Sonra keçirik kvadratik funksiya, ən geniş mövzumuz. Y bərabərdir ax kvadrat üstə gəlsin bx, üzərinə gəlsin c. Kvadratik funksiyanın təkcə bu formada yox, bundan başqa 2 formada da göstərilişi var. Yəni, məsələn, qrafiki düsturunu bu formada yaza bilərsiniz. A vurulsun, x çıxılsın, m-in kvadratı, üzərinə gəlsin n. Burada m və n sizdə adlanır təpə nöqtə. M bildiyiniz düsturla, yəni mənfi b bölünsün k ilə. N-də 4ac çıxılsın b kvadrat bölünsün 4a düsturu ilə tapılır. Bir də bu düsturu var. A vurulsun, x çıxılsın x1, x çıxılsın x2. Burada x1 ilə x2 kökləridir. Yəni, x oxunu kəsdiyi nöqtələrdir. Yəni, kvadratik funksiyanı bu üç formada görə bilərsiniz. C burada sizdə sərbəstlərdir. Yəni, y oxunun kəsdiyi nöqtədir. Aynen isə parabolanın qollarını təyin edə bilərsiniz. A müsbət olanda parabolanın qolları yuxarı olur. A mənfi olanda isə parabolanın qolları aşağı olur. İndi qrafikin qurulmasını göstərim sizə. Y bərabərdir. Məsələn, verirəm x kvadrat üstə gəlsin 8x, üzərinə gəlsin məsələn 20. İndi bunun qrafikini necə qura bilərsiniz? Bir təpə nöqtəyə görə qura bilərsiniz. Təpə nöqtəni həmin düsturdan da hesablaya bilərsiniz. Düsturun qarantidir. Yəni, həmişə o yolla gedə bilərsiniz. Bir də tam kvadrat ayırmaq üsulu var. Tam kvadrat necə ayırırsınız? X kvadrat üstə gəl 8x, növbəti 16 olsa müxtəsər vurma düsturu verir. 20-ni 16 üstə gəl 4 formasında yazırsınız. Olacaq x üstə gəl 4-ün kvadratı, üzərinə gəlsin 4. Bunun içini sıfıra çevirən qiymət m-dir. Yəni, m bərabərdir mənfi 4-ə. Kənarda qalansa n-dir. Yəni, n də nəyə bərabərdir? Bizdə 4-ə. Deməli, təpə nöqtənin apsisi m-dir. Təpə nöqtənin ordinatı n-dir. M-i qeyd edirlər x oxuna. X oxuna qeyd elədim mənfi 4. N-i də qeyd edirlər y oxuna. Y oxuna da qeyd elədim müsbət 4. Sonra baxırsınız kvadratın əmsalına. Kvadratın əmsalı necədir sizdə? Müsbətdir. Müsbət olduğuna görə parabolanın qollarını yuxarı qoyursunuz. Yəni, qrafikiniz olacaq bu formada. Yəni, sizə misal bu formada verilərsə, formada verilən misalı m-dən bu formada tapa bilərsiniz təpə nöqtəyə görə. Bəs deyirsiniz ki, 3-cü forma ilə yaza bilərik bu misalı? Xeyr, nəyə görə yaza bilmirsiniz? Çünki bu misalın diskriminantı mənfidir. Diskriminantı mənfi olduğuna görə kökü çıxmır. Kökü çıxmadığına görə biz onu 3-cü forma ilə yaza bilmərik. 3-cü forma ilə də göstərirəm. Y bərabərdir. X kvadrat çıxılsın 8x üstəcəl 15. İndi V-yə görə sual verirəm. Hansı ki ədəddir? Vuranda 15 eləyir, toplayanda 8. Deyirsiniz 3 ilə 5. Olacaq x çıx 3, x çıxılsın 5. Deməli, x oxunu kəsdiyi nöqtələr, yəni köklər. Bunun kökü 3-dür, bunun da kökü 5-dir. 3 ilə 5-i qeyd edirəm. Sonra baxıram, kvadratın əmsalı müsbətdir. Ona görə də parabolanın qolları olacaq yuxarı. Bu 5-dən keçməlidir növbəti. Bunu belə də çəkə bilərsiniz qrafikini. Və yaxud da bayaqki kimi. Bunu üstə gəl 16 çıx 1 yazaram. Olar x çıx 4-ün kvadratı çıxılsın 1. M-i olar 4, n-i də olar mənfi 1. Onda belə də qura bilərsiniz qrafikini. X, y. Deməli, m-i 4-dür, x oxunda 4-ü qeyd edirəm, n-i də mənfi 1-dir. Y oxunda da mənfi 1-i qeyd edirəm. Bir də ki, burada baxın, sərbəst ədəd 15-dir. Yəni, y oxunu 15 nöqtəsində kəsməlidir. Hətta bunu da qeyd edə bilərsiniz. Qrafik olacaq sizdə bu formada. İndi bir də necə düşə bilər sizə kvadratik funksiyanın qrafiki ilə bağlı? Sizə qrafiki verə bilər. ABC-nin neçə olduğunu soruşa bilər və ya elə deyək ki, tənliyini qurun. Variantla versə rahatdır, variantla da baxıb tutmaq olur. Amma məsələn, açıq sual kimi versə ABC-nin cəmini istəsə, siz məcbursunuz ki, bir-bir tapasınız. İndi məsələn, belə bir qrafik verirəm.
Tutaq, bura olsun -2, bura olsun 3, burada olsun 7. Özümdən verdim, rəqəmlər böyük ehtimal pis alınacaq. Deməli belə, qulaq asırsınız mənə. Burada nə edirsiniz? N bərabərdir bizdə 3-ə, təpə nöqtənin apsisi. N bərabərdir -2-yə. C-si də bərabərdir 7-yə. Sadəcə ümumi yolu göstərəcəm, rəqəmlər çünki çox dirənc alınacaq. M-in düsturunu yazırsınız, -B bölünsün K. Bərabərsiniz 3-ə. Onda B bərabər olur -6A-ya. N-in düsturu deməli 4AC çıxılsın B kvadrat bölünsün 4A-dır. Gətirib C-nin 7 qiymətini qoyanda 28A çıxılsın 36A kvadrat 6A-nı kvadrata yüksəltdik. Bölünsün 4A bərabərdir -2. Buradan çarpaz vurub A-nı tapırsınız. Daha sonra A-nı gətirib yerinə qoyub B-ni hesablayırsınız. ABC-nin işarəsi bu formada təminlənir. Bir də sizə qrafiki belə bir formada verə bilər. Deməli, bura olacaq sizdə tutaq 1, bura 5, burada tutaq 7 deyirəm. Ondan inirsiniz, müraciət edirsiniz bu düstura. A vurulsun x çıx x1, x çıxılsın x2. Deməli, x1 1-dir, x2 5-dir. Olacaq A vurulsun x çıx 1, x çıxılsın 5. İndi buradan A-nı tapmaq tələb olunur. A-nı necə tapacaqsınız? Bu y oxun kəsdiyi nöqtə sizdə C-dir. Y oxun kəsdiyi nöqtəni tapanda x-lərin yerinə 0 qoyurlar. X-ə 0 verəcəksiniz. Olacaq A vurulsun -1, vurulsun -5. Bərabərdir 7-yə. Buradan A-nın qiymətini tapıb gətirib yerinə qoyursunuz. Yerinə qoyandan sonra açırsınız. Açanda da orada ABC-nin işarəsini, ABC-nin neçə olduğunu zaten özünüz görəcəksiniz. Başqa nə düşə bilər sizdə kvadratik funksiyada? Deməli, ortadakı deyər ki, y bərabərdir. Tutaq ki, x kvadratı funksiyasıdır. Deməli, bu olsun y bərabərdir ax kvadratı. Bu da olsun sizdə y bərabərdir bx kvadratı. Deyə bilər ki, məsələn, A ilə B-nin müqayisə eləyin, hansı böyükdür, hansı balacadır, onu tapın. İndi məsələ nədir? Yadınızda saxlayırsınız. X kvadratının əmsalı böyüdükcə o y oxuna yaxınlaşır. X kvadratının əmsalı kiçildikcə o y oxundan uzaqlaşır. Yəni, nə demək istəyirəm? Məsələn, biri var ki, y bərabərdir 3x kvadratından danışım. Bir də var y bərabərdir 3-1x kvadratından danışım. Məsələn, tutaq ki, burada x-in yerinə 1 qoyursan, cavab 3 alınır. X-in yerinə 5 qoyursan, tutaq cavab 75 alınır. Siz görürsünüz, x-in qiymətini artırdıqca cavab daha tez böyüyür. Məsələn, bir var burada 3 qoyasan, cavab alına tutaq 3. Burada mı 3 qoyanda cavab alınır 27. Yəni, məsələ nədədir? Burada cavab daha tez böyüyür birincidə. İkincidə cavab daha gec böyüyür. Məsələn, tutaq ki, bir dənə fikirləşin. 3 qiymətini qoydum. Cavab alındı 27. Düzdür? Bir də var 3 qiymətini qoydum. Cavab alındı 3. Yəni, qrafik olur, bax burada. Düzdür? Böyle bir şey daha tez y oxuna yaxınlaşır, daha tez-tez qiymətləri böyüyür. O biri isə daha gec-gec artdığına görə daha geniş olur qrafik. Yəni, ona görə də deyirik ki, B burada A-dan böyükdür. Deməli belə. Başqa sizdə kvadratik funksiyadan soruşa bilər. Qrafiki verər, ABCD, diskriminant, M-nin işarəsini soruşa bilər. Onları necə təyin edirsiniz? Məsələn, bir dənə parabola üzərində izah edəcəm. Deməli belə. Bu oldu sizdə N, bu da oldu sizdə M. Yadınızda saxlayırsınız. Parabolanın qolları yuxarıdırsa A müsbətdir, parabolanın qolları aşağıdırsa A mənfidir. Burada qollar yuxarı olduğu üçün deyirik ki, A-nın işarəsi müsbətdir. Daha sonra S y oxunu kəsdiyi nöqtədir. Baxırıq ki, y oxunu yuxarıda kəsib. Yuxarıda, yəni nəzərdə tuturam ki, bu apsis oxundan yuxarı müsbətdir, aşağı mənfidir. Yuxarıda kəsdiyinə görə deyirik ki, C-si müsbətdir.
Diskriminantın çarəsini necə təyin edirsiniz? Diskriminant x oxunun kəsdiyi nöqtələrə görə. Əgər x oxunu 2 nöqtədə kəsirsinizsə, deyirsiniz ki, 2 müxtəlif kökü var. 2 müxtəlif kökü varsa, diskriminant müsbət olur. Əgər sizdə x oxuna toxunursa, yəni bu formada olursa, deyirsiniz ki, 2 bərabər kökü var və ya yeganə kökü var. Yox, əgər x oxuna toxunmursa, kəsmirsə, aşağıdadır, yuxarıda bu formadadır, onda deyirsiniz ki, kökü yoxdur. Kökü yoxdur olanda diskriminant mənfi olur. İndi 2 nöqtədə kəsdiyinə görə deyirik ki, diskriminant müsbətdir. M-in təpə nöqtəyə görə təyin olunur. Baxırıq, təpə nöqtə M apsis oxunun müsbət hissəsindədir. Ona görə M müsbətdir. N isə oradan toxunun mənfi hissəsindədir. Ona görə də N də necə oldu sizdə? Mənfi. B isə təyin olunur. Mənfi 2 MA düsturuna görə. A müsbətdir, M də müsbətdir. Buradan tapırsınız. B-yə onda qalacaq 2 müsbət, 1 mənfi. B-nin də işarəsi olacaq sizdə mənfi. İndi qaldı kvadratik funksiyanın qiymətlər oblasti, təyin oblasti, artıb azalma aralığı. Deməli, ax kvadrat üstə gəlsin bx, üzərinə gəlsin c. Əgər sizdə, deməli, qiymətlər oblastını istəyərsə, qiymətlər oblasti y-ilə işarə olunur. Təyin oblastını istəyərsə, təyin oblasti d-ilə işarə olunur. Təyin oblasti, yəni x-in aldığı qiymətlər, istənilən qiymət yerinə qoya bilərsiniz. Olacaq mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymətlər oblasti isə n-ə görə təyin olunur. A müsbət olanda deyirsiniz n-dən müsbət sonsuzluğa, n-in qiymətini bayaqca düsturdan tapırsınız. A mənfi olanda isə deyirsiniz mənfi sonsuzluqdan n-ə qədər. Artıb azalma aralığı isə m-ə görə təyin olunur. Əgər A müsbətdirsə, deyirsiniz mənfi sonsuzluqdan m-ə qədər azalır, m-dən müsbət sonsuzluğa artır. Əgər A mənfi ədəddirsə, əksinə mənfi sonsuzluqdan m-ə qədər artır, m-dən müsbət sonsuzluğa azalır. Bunu qrafikə tapanda da, baxanda da tapa bilərsiniz. Sadəcə olaraq belə qayda formasında da yazdım. Bu da sizin kvadratik funksiyamız. Daha sonra keçirik kubik funksiyaya. Kubik funksiya y bərabərdir ax kubu funksiyasıdır. Bu funksiyanın qrafiki adlanır bizdə kubik parabola. A müsbət olanda qrafik keçir 1-ci, 3-cü rübdən, A mənfi olanda qrafik keçir 2-ci, 4-cü rübdən. Kubik parabola 1 3-dən keçən olur bu formada, 2 4-dən keçən isə olacaq sizdə bu formada. Bir də ax kubu funksiyası sizdə həmişə artan, həmişə azalan funksiyadır. Əgər A müsbət olarsa, deyirsiniz ki, funksiya həmişə artandır. A mənfi olarsa, deyirsiniz ki, funksiya həmişə azalandır. Yəni, artan, azalan söhbətində həmişə artan, həmişə azalan yazıda bir kubik düşməlidir, bir də xətti düşməlidir. Xəttidə də, kubikdə də əmsal müsbət olanda deyirsiniz artandır, əmsal mənfi olanda deyirsiniz azalandır. Məsələn, kvadratik üçün bunu deyə bilməzsiniz, çünki kvadratik həm artır, həm azalır. Onu da həmişə sözünü işlədə bilməzsiniz. Y bərabərdir modul x funksiyası. Y bərabərdir modul x funksiyasının qrafiki V şəkilli qrafikdir. Qrafik olur bu formada. Qrafikin qurulma tərzi isə tamamilə kvadratik funksiya ilə eynidir. Məsələn, tutaq verirəmsə, y bərabərdir modul x çıx 3, modul x çıx 3, üstəgəl 4. İçin sıfıra çevirən qiymət m-dir, yəni m-i 3-dür. Kənarda qalan n-dir. N nəyə bərabərdir? 4-ə. İndi x oxuna m-i qeyd edirəm 3, y oxuna n-i qeyd edirəm 4. Daha sonra kəsişmə nöqtəsini tapırsınız. Baxırsınız, əmsal müsbət olduğuna görə olacaq onlar yuxarı. Bu da oldu sizdə modul funksiyası. Modul funksiyasında x-in yerinə istənilən qiymət qoya bilərsiniz. Y isə ancaq müsbət qiymət alır. Yəni, təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Qiymətlər oblasti isə 0 daxil olmaq şərti ilə 0 müsbət sonsuzluqdur. Deməli, y bərabərdir kök altında x funksiyası. Kök altında x funksiyası qrafiki bir neçə cür qurulur. Əgər sizdə sırf bu formada verilirsə, bu x də müsbətdir, y də müsbətdir deməkdir. Onda qrafik olur 1-ci rübdə, yəni qrafikiniz olur bu formada. Əgər məsələn belə versəm, mənfi kök altında x. Burada siz x-in yerinə ancaq müsbət qoya bilirsiniz, amma kökün qabağında mənfi var deyə cavab sizdə necə alınacaq? Mənfi alınacaq. X-i müsbət, y-i mənfi düşür sizdə 4-cü rübdə. Qrafikiniz olacaq bu formada. Y bərabərdir kök altında mənfi x versəm, x-in yerinə ancaq mənfi qoymalıyam ki, qabağındakı mənfi ilə birləşsin, kökün altı müsbət olsun.
Cavab isə ancaq müsbət alınır. Deməli, x-i mənfi, y-i müsbət. Olacaq sizdə ikinci qrafik olacaq bu formada. Y bərabərdir. Mənfi kök altında mənfi x deyirəmsə, həm x mənfi olmalıdır, həm də cavab mənfi olmalıdır. Yəni, qrafik olmalıdır üçüncü rübdə. İndi burada misal olaraq məsələn belə verə bilər. Deyər ki, y bərabərdir. Mənfi kök altında x bölü 3-ün qrafikini qurun. Yenə için sıfıra çevirən qiymət m-dir. Yəni, m-imiz mənfi 3-dür. Mənfi 3 qeyd elədim. İndi baxıram. X-in yerinə ancaq müsbət qiymətlər qoya bilirəm. Cavab isə mənfi alınır. Onda fikirləşirəm, bayaqca halı. Y bərabərdir. Mənfi kök altında x buna oxşuyurdu, düzdür? X müsbət, y mənfi idi. Qrafikimiz bu formadaydı. Deməli, bunu üstdən götürüb bu formada çəkməlisiniz. Yəni, qrafikin qurulması olacaq sizdə bu formada. İndi funksiyaları ayrı-ayrı da izah elədik. Kökaltı funksiyanın, bir də bizdə var təyin oblastının qiymətlər oblastı. Kökaltı funksiyanın təyin oblastı kökün altında hansı funksiya olmağından asılı olmayaraq xətti də ola bilər, kvadratik də ola bilər, rasional tənlik də verə bilər sizə. Nə olur olsun, kökaltı funksiyanın təyin oblastı, yəni df-ni istəyərsə, kökün altındakı ifadəni olduğu kimi köçürdürsünüz, böyüdür bərabərdir 0 qoyub həll edirsiniz. Məsələn, belə verim, y bərabər kök altında üstəgəl 15. Köçürdürsünüz bunu. Yazırsınız, böyüdür bərabərdir 0-da. Köklər 3, 5-dir. Bunun kökü 3-dür, bunun kökü 5-dir. 3 ilə 5-i qeyd edirsiniz. Müsbət, mənfi, müsbət. Məndən müsbətləri istəyir. Cavab olacaq mənfi sonsuzluqdan 3-ə, birləşmə 5-dən müsbət sonsuzluğa. Oldu bizdə kökaltı funksiyanın təyin oblastı. İndi keçirik kökaltı funksiyanın qiymətlər oblastına. Deməli, əgər sizdə kökün altında qıraqda yazıram, xətti funksiya olarsa, bu rahat bir haldır. Kökün altında xətti funksiya olarsa, bunun sizdə qiymətlər oblastını götürürsünüz, mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni, istənilən qiymət ala bilər. Deməli, belə. Əgər kök altında kvadratik funksiya olarsa, onda sizdə qiymətlər oblastını necə tapırsınız? Əgər a müsbət olarsa, qiymətlər oblastı, yəni YF. Olur sizdə kök altında n-dən müsbət sonsuzluğa. Əgər a mənfi ədəd olarsa, qiymətlər oblastı olacaq sizdə 0-dan kök altında n-ə. Və salam, bu da oldu kök altı funksiyanın qiymətlər oblastı ilə təyin oblastı. İndi gələk tək və cüt funksiyalar. Deməli, tək cüt funksiyalar bizdə necədir? Əgər bizdə f mənfi x f-x-ə bərabər olarsa, deyirik ki, bu cüt funksiyadır. F mənfi x mənfi f-x-ə bərabər olarsa, deyirik ki, tək funksiyadır. F mənfi x bərabər olmazsa müsbət mənfi f-x-ə, onda deyirik, nə tək, nə cüt funksiyadır. Bu, bunun elmi olaraq yazılışıdır. Bir də var bunun, belə deyək, lolu dildə açılışı. Bir də loru dilindən izah edeyim sizə. Nə deməkdir? Deməli, cüt funksiya odur ki, funksiyada x-in yerinə eyni bir ədədinin müsbətini və mənfisini yerinə qoyanda eyni cavab alırsınız. Məsələn, x kvadrat funksiyası 2 də qoysaz cavab 4-dür, mənfi 2 də qoysaz cavab 4-dür. Tək funksiyada verdiyiniz qiymətlərdə əks ədədlər olur, aldığınız cavablar da əks ədədlər olur. Məsələn, tutaq ki, 2 qoyanda cavab 8 alınır, mənfi 2 qoyanda mənfi 8 alınır. Məsələn, x kubu funksiyası. Nəsəş nəcüt funksiyasında əks ədədlər verirsiniz, amma dəxlisiz cavablar alırsınız. Məsələn, x üstəgəl x kvadratı funksiyası. X-in yerinə 2 qoyanda alırsan 6, mənfi 2 qoyanda alırsan 2, 6-nın 2 dəxlisiz. Ona görə də deyirlər ona nə tək, nə cüt funksiya. Yəni, funksiyanın təkliyini, cütlüyünü bu formada yoxlaya bilərsiniz. Əks ədədlər verib, eyni qiymət alırsınızsa cüt, əks ədədlər verib, əks ədədləri alırsınızsa tək, əks ədədlər verib, dəxlisiz alırsınızsa nə tək, nə cütdür. Sonra, cüt funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrik olur. Yəni, sağda və solda eyni şeylər yazılır, eyni şeylər çəkilir. Məsələn, bu yuxarıda da ola bilər, bu formada aşağıda da ola bilər.
Tək funksiyanın qrafiki isə koordinat başlanğıcına nəzərən simmetrik olur. Yəni bu formada olur sizdə. Bu formada belə də seçilə bilər, belə də seçilə bilər. Məsələn, parabola. Görürsüz, ordinat oxuna nəzərən simmetrikdir. Məsələn, kubik funksiya. Görürsüz, koordinat başlanğıcına nəzərən simmetrikdir. Ona görə deyirik ki, cüt funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrik olur. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrik olur. Bir də bunu elə belə cədvəl var, onu da qrupunuza atacağım. Cədvəl formasını da öyrənməlisiniz ki, ilk görən kimi tanıyasınız ki, hansı funksiyalar təkdir, hansı funksiyalar cütdür. Ən son funksiyaların qarşılıqlı vəziyyəti. Funksiyaların qarşılıqlı vəziyyəti necədir? Y bərabərdir K1x üzərinə gəlsin B1, Y bərabərdir K2x üstə gəlsin B2. K1 K2-yə bərabər olarsa, deyirik ki, bu düz xəttlər paraleldir. K1 K2-dən fərqli olarsa, deyirik bu düz xəttlər kəsişir. K1 vurulsun K2 -1 olarsa, deyirik ki, bu düz xəttlər perpendikular. Yəni bu 3 halı əzbər bilməlisiniz. Bərabər olanda deyirik paraleldir, fərqli olanda deyirik kəsişir, hasili -1 olanda deyirik ki, bu düz xəttlər perpendikulyar olur. Bu da düz xəttlərin qarşılıqlı vəziyyəti. Bir də tərs funksiya var. Tərs funksiya necə olur sizdə? Onu da qısaca izah edeyim. Y bərabərdir. Məsələn, x üstəgəl 1 funksiyasının deyir tərsini tap. Bu tür funksiyalarda tərs funksiya necə tapılır? Y-dən x-in yerini dəyişirsiniz. Elə bir ki, x yazılan yerinə y yazırsınız, y yazılan yerinə x yazırsınız. Yəni yazıram x bərabərdir, y üstəgəl 1. Daha sonra buradan y-i tapırsınız. Y bərabərdir, x sıxılsın 1. Qrafik olaraq da məsələn, hər hansı bir funksiyasının, tərs funksiyasının qrafikinə baxırsınızsa, özündə necə veribsə, tərs funksiyasında y oxu ilə x oxunun yerini dəyişməlisiniz. Məsələn, tutaq ki, verib belə bir şey. Bura tutaq -2-dir, bura 3-dür, burada 4-dür. Bu x oxudur, bu y oxu. Bu funksiyanın özüdürsə, tərs funksiya deyəndə sən y bura qoyursan, x-i bura qoyursan. Ücə səndə necə olacaq? Məsələn, deyəcəksən ki, x-in 3 qiyməti x oxunun kəsdiyi qiymətdir. Y-in 4 qiyməti, yəni buradakı 4 qiyməti y oxunun kəsdiyinədir. Yəni bunlar tamamilə yerin dəyişir. Daha nə qaldı bizdə qayda olaraq? Bir də funksiyanın dövrü var. Funksiyanın dövrü isə misallarla izah olunmalıdır. Onda misal videomuzda inşallah olacaq. Dövrü funksiyanın dövrü.